Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan çevrə dair mövzusundan 56-cı sualın izahına baxacağıq. Demək ki, yenə də həmişəki kimi vaxtımız çox getməsin deyə mən şəkili öncədən çəkib hazırlamışam. Və şəklin üzərində deyilənləri qeyd eləsək, AMC qövsü deyir burada 30 dərəcədir. DMB qövsü nə qədərdir? Deməli, buranı 90 dərəcə verir. Kəskin vətənlərin xassəsindən istifadə eləsək, buradakı alfa bucağını biz tapa bilərik. Yəni, alfa bucağı bərabərdir 90 dərəcə plus 30 dərəcə bölünsün 2 və bunu hesablasaq olur, burası 60 dərəcə. Tamam, biz tapdıq ki, bu bucaq 60 dərəcədir. Onda bunun bu qonşusu olacaq 120 dərəcə və bizə OK-nın da 4 olduğunu demişdik. Baxalım, buranı bizə nə qədər verir uzunluğunu? 4 verir. Bizdən nəyi soruşur? AK-nı soruşur. Biz AK-nı tapmaq üçün, baxın, buradan çevrənin mərkəzindən A nöqtəsinə radius çəkə bilərik və bu mərkəzi bucaqda 30 dərəcə olduğu buradan görünür və burada aydın məsələdir ki, o AK bucağı da nə qədər olacaq? 30 dərəcə. Buradan görünür ki, AOK üst bucağı necədir? Bərabər yanlı üst bucaq olur. Bu zaman deməli, aydın məsələdir ki, AK-nın uzunluğu da nə qədər olacaq? 4 olacaq. Demək, cavab olacaq B variantı. Yəni, AK parçasının uzunluğu da 4 olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.